növbəti suala. Olimpiya oyunları haqqında verilənlərdən biri doğrudur. A bəndini saxlayırıq, B bəndinə baxırıq. Qədim olimpiya oyunları həm yay, həm qışda keçirilirdi. Xeyr, qədim olimpiya oyunları yalnız yayda keçirilir. C bəndi, bunu B-ni çıxdıq. C bəndinə baxırıq. Olimpiya himni ilk dəfə 1928-ci ildə Hollandiyada keçirilən olimpiya oyunlarında səsləndirilmişdir. Xeyr, olimpiya himni ilk dəfə 1896-cı ildə Yunanistanda keçirilən ilk müasir olimpiya oyunlarında səslənib. Qədim olimpiya oyunlarında bütün ölkələrdən idmançılar iştirak edə bilərdi. Xeyr, qədim olimpiya oyunlarında Yunanlar yalnız iştirak edirdi. Y bəndinə baxırıq. Pierre de Coubertin 1920-ci ildə olimpiya oyunlarını bərpa etmişdir. Xeyr, Pierre de Coubertin 1894-cü il 23 iyunda olimpiya oyunlarının xaritəsi təsdiq olunmuşdu və 1894-cü ildə olimpiya oyunlarını bərpa etmişdi. Amma 2 ildən sonra isə 1896-cı ildə isə ilk müasir olimpiya oyunları keçirilmişdi. Bizdən doğru variantı istəyir. Doğru variantımız A bəndidir müəllimlər. Müasir olimpiya oyunları proqramına hal-hazırda 35 idman növü daxildir. Cavab A bəndi.